Hər kəsi salamlayıram, xoş gördük. Deməli, əziz abituriyentlər, bu izahımız Güvən 2024 test toplusundan vektorlar və koordinatlar metodu bölməsinin B variantının testlərinin izahları olacaq. İmtahana deyərdim ki, çox az müddət qalıb, sayılı günlər qalıb ikinci qruplar üçün. Uğurlar arzulayıram hər birinizə. İnşallah hər şey yaxşı olar. Təbii ki, əziyyət çəkmisiniz, əziyyətinizin qarşılığı da olacaq. Hər kəsə uğurlar arzulayıram. Belə, keçək testlərin izahlarına. Birinci sualımız. Kanala abunə olmağı unutmayaq, əziz şagirdlər. Deməli, MC verilib, MA verilib. Deyir ki, A və B nöqtələri C nöqtəsinə nəzərən simmetrikdir. Biz dedik ki, A və B nöqtələri C nöqtəsinə nəzərən simmetrikdirsə, onda o nəzərən olan orta nöqtə olmalıdır. Bunu xatırlayırıq. Deməli, C nöqtəsi AB nöqtələri C nöqtəsinə nəzərən simmetrikdirsə, onda bu məsafəyə bərabərdir. Bizə də MC ilə MA-nı verib, MB-ni soruşur. C nöqtəsinə nəzərənsə C ortadırsa, onda MC orta olmalıdır. Bura MA olmalı, bu da MB olmalı. Vəssalam. İndi bu yazmaq asandır artıq. Bura 4, 6-dır. MA 1, 5-dir. Burada MB-ni soruşur, X, Y-dir. Orta nöqtənin xassəsi 4 bərabərdir. X üstə gəl 1 bölünsün 2. X buradan 7 eləyər. 6 bərabərdir. 5 üstə gəl Y bölü 2. Y də buradan 7 eləyər. MB-nin koordinatları 7, 7 elədi. Onların cəmini soruşur. O da eləyər 14. Birinci sualımız belə idi. 2 maraqlı sualdır. ABC düzbucaqlı üçbucağında, baxın, sualı diqqətlə başa düşməyə çalışın. ABC düzbucaqlı üçbucağında BAC 90 dərəcədir. Deməli, bura A'dır, bura B'dir, bura da C'dir. Deyir ki, AB 3'dür. Üzr istəyirəm. AB 3'dür, AC 5'dir. Bizə deyir AB vurulsun AC plus BC skalyar AC-ni soruşur. Skalyar AC-nin xassəsinə görə vurub açsaz AB vur AC. Bir də onların başlanğıcları arasındakı bucağın kosinusu. Yenə də AB vur BC və onların yenə başlanğıcları arasındakı bucağın kosinus hasilidir, skalyar hasil. Bura Pifagor teoremindən kök 34'dür, görə bilirsiniz. İndi AB ilə AC-nin başlanğıcına baxaq. AB vektoru ilə, baxın, bu AB vektorudur. Bu da AC vektorudur. Hər ikisi A ilə başlayır. Ona görə də bunun başlanğıcı A'dır. Arasındakı bucaq kosinusdur. Kosinus 90'dır da bu. 90 dərəcədə kosinus 0 alır. Ona görə də bu neynədir? Getdi. Sıfıra vurduq bunu, bu getdi. Qaldı bizim ikinci tərəfimiz. Yəni bu AB. AB neçədir? 3. Vur BC. BC kök 34'dür. Vur kosinus alfa. İndi bu kosinus alfa, baxaq hansı alfadır? Dedik ki, bu AB ilə BC-nin başlanğıcları arasındakı bucaq olmalıdır. Baxın, AB vektorunun başlanğıcı A'dır. Baxın, qırmızı ilə işarə edirəm. BC-nin başlanğıcı B'dir. Görürsünüz, baxın. Bunu da qırmızı ilə işarə edirəm. Bunların başlanğıcları arasında görürsünüz bucaq yoxdur. Belə təqdirdə bu AB-ni sürüşdürmə aparırsınız, yəni yuxarı sürüşdürə bilərsiniz ki, AB ilə BC arasında bucaq yarada bilərsiniz. Baxın, bunu sürüşdürdüm mən yuxarıya. Yenə də AB vektorudur. AB vektoru. İndi AB ilə BC arasında bucağı görmək olur. Baxın, AB və BC. Yəni bizim axtardığımız bucaq artıq hansı bucaqdır bilirsiniz şagirdlər? Baxın, bu bucaqdır. Bizim axtardığımız bucaq bu bucaqdır. Yəni burada tutaq ki, bura bir alfa idisə, bura 180 çıxılsın alfa. Qonşu bucaqlardır bunlar. Bir də təkrar eləyirəm. Bu AB vur BC vur kosinus alfa. İki vektorun skalyar hasili. Onların uzunluqları.
BS və onlar arasındakı bucağın, onların başlanğıcları arasındakı, daha doğrusu bucağın kosinus hasilinə, həmin bucağın hasilinə bərabərdir. İndi bu AB-nin gördünüz ki, bu AB ilə BS-nin başlanğıcları arasında bucaq yoxdur. Ona görə də belə olduqda bunu sürüşdürürsünüz yuxarı. Bu nöqtəni sürüşdürdünüz, AB vektoru aldınız, təkrar. İndi AB ilə BS arasındakı bucaq hər zaman bu bucaq götürülür. Baxın, bu bucaqdır. İndi burada da yazmalısınız nə? Kosinus 180 çıxılsın alfa. Bu da AB, bu 3'dür. Bu da kök 34. Biz bunu tapdıq. Bu verilib zaten. Kosinus 180 çıx alfa çevirmə düsturuna görə kosinus ikinci rübdə olduğu üçün mənfidir. Qarşıya mənfi atıram. Kosinus alfadır. İndi kosinus alfa bərabərdir. Mənfi 3 vurulsun kök 34. Kosinus alfada buradan düz bucaqlı üç bucaqdan götürə bilirik də bitişik katetin hipotenuza nisbətidir. Bitişik katetin hipotenuza nisbəti. Bunlar gedər şagirdlər bərabərdir mənfi 9. Vəssalam. Üçüncü suala baxıram. K hansı qiymətində vektorları arasındakı bucağın kosinusu belə olar. Deməli, vektorlar arasındakı bucaq dedik ki, iki vektorun skalyar hasili bərabərdir. Onların mütləq qiymətləri ilə onların başlanğıcları arasındakı bucağın kosinus hasilidir. Buradan kosinus alfanı tapsaz nə olmalıdır? A vur B bölünsün modulda A vur modulda B. Bu iki vektor arasındakı bucaq. İndi həmin bucağı da bizə veriblər. Kök 5 bölünsün 5. İrrasionaldan azad elədim. Bərabərdir. Bunu silək buradan. A vur B. İki vektorun skalyar hasili necə tapılır? Vururuq, uyğun koordinatları toplayırıq. 2'yi vurdum K'ya 2K. Mənfi 3'də 1'ə vuranda mənfi 3. Mütləq qiyməti. Modula onların mütləq qiymətidir. Mütləq qiyməti necə tapılır? Kök altında kvadratlar cəmi. İstəyirsiniz bunu ilə 1 bölü kök 5 yazaq qalsın. Kök altında K kvadratı plus 9 vurulsun. Vurulsun. B'nin mütləq qiyməti. Bu da kök altında 5'dir. Onda bu kök altında 5'lər gedər. Qalar belə bir şey. X kvadratı plus 9 bərabərdir 2K minus 3. Buradan bunun hər tərəfini kvadrata yüksəldirəm. K kvadratı plus 9 bərabər 4K kvadratı minus 12K plus 9. 9'lar gedər. 4K kvadratından K kvadratını çıxaram. Qalsın 3K kvadratı bərabərdir 12K. K'ya ixtisar edirəm. 3K bərabərdir 12, K da bərabər 4. Deməli, K'nın 4 qiymətində. Dördüncü sual. Vektorları verilib. A minus B vektoru ilə 2 vektoru çıxan zaman uyğun koordinatları çıxırsınız. A minus B vektorunu tapıram. A minus B vektorunun koordinatları olur nə? 2 minus M ilə 8'dən 4'ü çıxıram 4. Bir də A plus B vektoru. A plus B vektorunda da toplayıram. 2 plus M ilə 8 üstə gəl 4, 12. İndi bunlar kolineardırsa, paralel və eyni istiqamətli kolinearlıq şərtinə görə x1 böl x2 bərabər olmalıydı y1 böl y2'ye. Buradan 2 minus M bölünsün 2 plus M'e. 4 böl 12 də 3'də 1 deməkdir. Çarpaz vursam 6 minus 3M bərabərdir 2 plus M. 4 bərabərdir 4M. M də bərabərdir 1'e. Cavabımız oldu 1. 5. sual. 5. sual. Vektorları eyni istiqamətli və kolineardır. Modul B vektoru verilibdir. X plus Y cəmini soruşur. Qəşəng sualdır. Diqqətlə baxın şagirdlər. A vektoru mənfi 1 və 3'dür. B vektoru onunla kolineardırsa, onda onların nisbətləri bir-birinə bərabər olmaq üçün, onda bu mənfi K'dır deyək, Y isə müsbət 3K'dır deyək. Çünki nisbətləri bir-birinə bərabər olmalı. Yəni X'imiz mənfi K'dır, Y-imiz 3K'dır.
Diqqətli olun. Yəni bu A vektoru neçə verilibsə, B vektoru da ondan kollinearsa, ondan K qədər fərqlənməlidir. Kollinearlıq şərtinə görə. A bərabərdir B vur K şərtinə görə. Diqqətli olun. İndi buradan B vektorunun uzunluğu verilibdir. B vektorunun mütləq qiyməti necə tapılır? Kök altında kvadratlar cəmi. K kvadratı plus 9K kvadrat bərabərdir 2 kök 5. Hər tərəfini kvadrata yüksətsəm 10K kvadratı bərabərdir 20. K kvadratı bərabərdir 2. K da bərabərdir müsbət götürürəm kök 2. Gətirib yerinə qoysam x-ım eləyər mənfi kök 2. Y-ım eləyər 3 kök 2. Deyir bunların cəmini tapın. Bunların cəmi də ixtisar gedər 2 kök 2 qalar. 6. X-in hansı qiymətində vektorları bucağın təmbürəni üzərində yerləşər. Baxın, belə bir iki vektor verilib, deyək. C vektorudur. Yox, C vektoru yox, bu A vektorudur. Bu da B vektorudur. Bir də onların təmbölənləri üzərində bir C vektoru yerləşir, deyir. C vektoru. Onda belə çıxır ki, təmbölənləri üzərində deyirsə, bu alfadırsa, onda bu da alfadır. Təmbölən üzərində yerləşər. X-in hansı qiymətində? İndi şagirdlər, bu da C vektoru deyək. Belə çıxır ki, A ilə C arasındakı bucaq, A ilə C vektoru arasındakı bucaq bərabər olmalıdır. C ilə B vektoru arasındakı bucağa. Çünki hər ikisi alfa alfadır. Və salam, buradan artıq yaza bilirik biz. Deməli, A ilə C arasındakı bucaq necə tapılır? A ilə C arasında bucaq. A-nın koordinatı verilib bizə 3, 4. C-nin koordinatı verilib bizə x1. Dedik ki, düstura görə yazmalıyam kosinus alfa bərabərdir. Necə yazmalıyam? A vur C. Bir də modul A vur modul C. Buradan A vur C skalyar asildir. 3x üstə gəl 4. Modul A bu 5'dir. Vursun modul C. Bu elə modul C kimi saxlayıram. İndi deyəcəm niyə. Əslində x kvadratı plus 1 yazmalıyam. Ya da yazaq istəsəz fərq eləməz. X kvadratı plus 1 yazmalıyam. İndi tapıram. Mən tapıram. Deməli təmbölənin xassəsinə görə C ilə B arasındakı bucağı. Onun da kosinus alfası. Yenə B vur C'dir. Bir də modul B vur modul C'dir. Xassəyə görə. İndi B ilə C-ni, bir dənə B-ni də yazaq. B də 4 ilə mənfi 3'dür. Bu B-dir. Yazmalıyam B vur C. 4'ü vurmalıyam. Neçəyə? X-a 4x. 3'ü də mənfi 1'ə mənfi 3. Bir də B-nin mütləq qiyməti kökdə kvadratlar cəmi o da 5 eləyir. C-nin mütləq qiyməti x kvadratı plus 1 eləyir. Dedik ki, bunlar bir-birinə bərabərdir. Çünki təmbölənin üzərindədir. 3x plus 4 bərabərdir. 5 vurulsun kök altında x kvadratı plus 1 bərabərdir. 4x minus 3 bərabərdir. 5 vur x kvadratı plus 1'ə. Görürsünüz ki, bundan bu getdi. 5'lər getdi. Sürətlər bərabər qaldı. 3x plus 4 bərabər qaldı 4x 3'ə. Buradan x bərabərdir 7'yə. Cavabımız oldu 7. 7-ci sual. Vektorları perpendikulyardır. Vektorlar perpendikulyardırsa, onda onların uyğun koordinatlar asili 0'a bərabər. Koordinatlar asilinin cəmi. 1'i vururam yenə n. M'i vururam 1'ə m. 1'i mənfi 1'ə vururam mənfi 1. Bərabər 0 olmalıdır. Yəni n üstə gəl m buradan alındı 1. Və onların mütləq qiymətləri də bərabərdir. Mütləq qiymətləri necə tapılır? Kökdə kvadratlar cəmi. 1 üstə gəl 1'in kvadratı 1. Mənfi 1'in kvadratı da 1. Elədi 2 plus m kvadratı bərabərdir. B-nin mütləq qiyməti n'in kvadratı n kvadratı. 1 ilə 1'in də kvadratı 1, 1 elədi 2. İndi bunlar bir-birinə bərabərdir deyir. Kvadrata yüksəltsəm qalırım belə. 2 plus m kvadratı bərabərdir. N kvadratı plus neçə 2. Buradan m kvadratı çıx. N kvadratı bərabər 0'a. Buradan da m minus n. Bir də m plus n yazsam bərabər 0'a. M plus n 1'dir. Onda m minus n 0'ı bölürəm 1'ə. Elədi cavab 0. Cavabımız oldu 0.
8. Nöqtələri verilmişdir. BAC 90 dərəcədir. K mümkün qiymətlərinin cəmini tapın. BAC 90 dərəcədir. Deməli 2 dənə vektor verməliyik. Deməli A 90 dərəcədir. Deməli bu BA vektorudur. Bir də AC vektoru deyək. 90 dərəcədir. 90 dərəcədir. K mümkün qiymətlərinin cəmini tapın. Onda biz bu BA vektoruna deyək ki AB vektoruna baxsaq, AB vektorunun komponentini tapan zaman necə edirdik? Sondan başlanğıcı çıxırdı. Bu AB vektoru deyək. Bax, bu AB vektorudur, bu da AC vektorudur. Onlar da perpendikulyar. Biz iki vektorun perpendikulyarlıq şərtinə baxırıq da. Yəni biz AB deyir ki, perpendikulyardır AC-yə. Vektorun da perpendikulyarlığı necə idi? Uyğun koordinatları vurub toplayırdıq. Bir də sıfıra bərabər idi. Çünki onlar arasındakı bucaq neçə dərəcədir? 90. Cos 90'da alır 0 ona görə. İndi biz AB-ni tapası olsaq, AB nəyə bərabərdir? Sondan başlanğıcı çıxıram. Mənfi 2 çıx 2, mənfi 4. 0 çıx K da elədi mənfi K. Bu AB-dir. Bir də AC-ni tapsam, AC-də 3 çıx mənfi 2, 5. Bir də mənfi 2 çıx 0, mənfi 2. Bu da AC-dir. Daha doğrusu AC-ni səhv tapdıq. B-dən C-ni çıxdı. Mən B-C-ni tapdım. AC-ni tapmalıyıq. AC-də 3 çıx 2, 1. Mənfi 2 çıx K. Bir də mənfi 2 çıx K. Oldu belə. İndi bunların perpendikulyarlıq şərtinə görə vururam. Mənfi 4. Üzərinə gəl. Nə etməliyəm? Mənfi K-nı vurmalıyam. Mənfi 2 minus K-ya. Bərabər eləməliyəm 0-a. Buna vursam mənfi 4. Üstə gəl. 2K. Vursam bununla 2K. Bir də üstə gəl. K kvadratı. Bərabər 0. Burada K kvadrat plus 2K minus 4 bərabər 0 deməkdir. K mümkün qiymətlərinin cəmini soruşur. Viet teoreminə görə köklər cəmi burada əks işarə ilə ikinci ədəm salına bərabərdir. Yəni Y variantı. Yəni köklər burada irrasionaldır. Tapıb toplasaz da indi mənfi 2 eləyəcək. Növbəti 9-cu suala baxıram. Sual 9. Vektorları verilmişdir. X plus Y cəmini deyib tapın. C vektoru bərabərdir. C vektoru 2 ilə 3'dür. Bərabərdir. X vur A. X vur A. A-nı X-a vursaz eləyər 2x ilə mənfi 3x. Vurdum A-X-a. Deyir bunu toplayın. YB. Y'ı vursam B'ye 4Y. 0'ı da vursam deməli Y-a elədi bu 0. İndi bunları toplayıram. 2 3 bərabərdir. 2x plus 4y ilə mənfi 3x. 0'dan toplandı mənfi 3x qaldı. İndi bu buna bərabər olmaq üçün siz 2'ni bərabər eləyin 2x plus 4y-a. 3'ü də bərabər eləyin mənfi 3x-a. Məsələn buradan işləyirsiniz. Tapırsınız x bərabər burada mənfi 1 eləyər. Mənfi 1 eləsə 2 bərabərdir. Mənfi 2 plus 4y. Y də buradan müsbət 1 eləyər. Bunun cəmi də 0 eləyər. 9 idi bu 10-cu sual. Eyni sual şagirdlər. Özünüz işləyərsiniz. 11-ci sual. Vektorlar arasında bucağın kosinusu belə olarsa A üstə gəl B-ni tapın. Deməli, şagirdlər bilməlisiniz ki, modulda A vektoru əslində kök altında A kvadratı deməkdir. Çünki bu ixtisar gedəndə olur modulda A. Yəni bir şey yadda saxlayın ki, vektorun kvadratı adlanlayış yoxdur. Vektorun uzunluğunun kvadratı var. Bir də təkrar edirəm. Vektorun uzunluğunun kvadratı var. Yəni vektorun özünün kvadratı adlı bir şey yoxdur.
İndi buradan biz A üstəgəl B-ni modulda görürük. Deməli bu kök altında əslində necədir? Bu modulda da yaza bilərsiniz. Modul A üstəgəl B-nin mütərizə xaric kvadratıymış. Deməli biz bunu açanda açırıq belə. Modulda A kvadratı üstəgəl 2AB 2 modul A vur modul B üzərinə gəl modulda B-nin kvadratı bərabərdir. Burada hər şey var. Gətirib yerinə yazın. A kvadratı. A vektorunun kvadratı 36. B vektorunun kvadratı 25. Üstəgəl fikir verin, burada 2AB var. Yəni 2 vektorun skalyar hasili var. A vur B vektorların skalyar hasili, onların uzunluqları, daha doğrusu onların başlanğıc uzunluğunun hasili və onların başlanğıcları arasında bucağın kosinüs hasilidir. Və burada bir kosinüs alfa da var. İndi bunu hesablasaq 6'da 5 30 vur 2 60 vur bir de 3'də 1 var burada. Bu elədi neçə? Çar getdi, qaldı 20. Gətirib yerinə 20 yazın burada. Neçə bu? 61 81. 81-dən də çıxar 9. Cavabımız oldu 9. 12-ci suala baxıram. Vektorları verilmişdi. Vektorlar arasında bucağı deyir hesablayın. 12'ni mən hesablayayım. 13'ü deməli onlar fərqli-fərqlidir ki, hər ikisini yazarıq. Vektorları verilmişdi. A minus B deyir. A minus B-ni uyğun koordinatları çıxırsınız. Koordinatları çıxanda nə alınır? A'dan B-ni çıxın. Eləyir 0. 2 çıx -2 4. -1 bu 0. İndi deyir A üstəgəl B. A ilə B-ni toplayın. Toplasaz. -2 0 -2. İndi bunların arasındaki bucağı. Bunlar arasında deyək ki, bu da ki M vektoru alındı. Fərq. Cəm isə N vektorudur. Məsələn, bu iki vektor arasında bucağı necə tapırıq? Kosinüs alfa bərabərdir. M'in onların skalyar hasili və bir də onların mütləq qiymətləri hasili. M'in və salam. Bu da bərabərdir. Bir-birinə vursaz eləyər 0 vur -2 0 4 vur 0 0 üstəgəl 0 0. Anladı belə bir şey. Hər birini vurdumsa aşağıda hesablamaya ehtiyac yoxdur. 0-ı nəyə bölsən 0 eləyəcək. Deməli onlar perpendikulyar imiş də 90 dərəcə. 13-cü sualda da 2A üstəgəl B vektoruna əvvəlcə baxaq. 2A üstəgəl B vektoru. 2-ni vururam A-ya əvvəlcə. Gəl vuraq. Eləsin 2 2 2. Üzərinə gəl B. 2 üstə 1 gələndə 3. 2 üstə 0 gələndə 2. Bir də x üstəgəl 2. Bu 1. Bir də 2A minus B vektoruna baxıram. 2A'dan 1 çıxıram. Daha doğrusu 2A'nı tapmışam da mən. 2 2 2'dir. 2'dən 1 çıxıram. 1 2'dən deməli 0 çıxıram 2. Deməli sonra bir də 2'dən x çıxıram. 2'dən x çıxıram. Oldu belə. İndi bu vektorlar perpendikulyar. Perpendikulyarsa uyğun hasillər 3 üstəgəl 4 üstəgəl bir də x plus 2 və 2 belə deyək də bunu yazaq 2 plus x vur 2 minus x. Perpendikulyar yəni 90'a bərabərdir. Buradan 7 üstəgəl 4 çıx x kvadratı bərabər 0'a. Buradan daha doğrusu şagirdlər bu iki vektor arasındakı bucağın məndən kosinüsünü istəyirmiş. X istəmir. X istəmir buradan. Kosinüsünü istəyir. Bura qədər düz yazmışıq hər bir şeyi. İndi və bizə bu iki vektorun perpendikulyar olması verilibdir. Perpendikulyarsa uyğun koordinatları hasili cəmini 0'a bərabər edirəm. 1 vur 1 1.
1 vur 0 0. Bir de x vur 1 x bərabər 0 olmalıdır. X da buradan elədi mənfi 1. İndi gətirib burada mənfi 1 yazsam, bura eləyər 3, bura eləyər 1. İndi bu iki vektor arasındakı bucağı tapmaq lazım. Bura m deyək, buna da bir n deyək. Deməli, kosinus alfa necə tapılır? M'n, bir də onların mütləq qiymətləri. İndi mən m'i tapıram əvvəlcə. M'in vururam 3 vur 1 3 4 3. Aşağıda da onların mütləq qiymətlərinin hasili. Mütləq qiymətlərin hasili. Birinci mütləq qiymətlə ikinci mütləq qiyməti eynidir. Baxın, ədədlər eynidir. Onların kökdə kvadratları cəmi 13 14 eləyir. O birisi də 14 eləyir. Vuranda burada 14'də 10 qalır. İxtisar edin 7'də 5. Cavabımız oldu D. 14-cü sual. Deyir ki, K'nın hansı qiymətində bu vektoru A vektoruna perpendikulyardır. Deməli, əvvəlcə A üstəgəl KB-ni tapmalıyam. A vektoru verilib mənə 1 0. KB-ni də tapaq əvvəlcə. KB vektoru eləyir K ilə 4K. Bir-birinə perpendikulyar toplayacağım bunları. K'nın üstü, daha doğrusu K plus 1. Sıfırın üstündə də 4K gələndə 4K. Bu vektor A vektoruna, A vektoru hansıdır? 1 0 deyir. Buna perpendikulyardır. Perpendikulyardırsa uyğun koordinatları bir-birinə vurub topluyorsunuz. K plus 1'i 1'e vuranda K plus 1. 4K'nı da 0'a vuranda 0 bərabər 0'a. K da buradan alındı mənfi 1. Deməli, K'nın hansı qiymətində? Mənfi 1 qiymətində. 14 idi bu. 15-ci sual. Sual 15. Vektoruna perpendikulyardır. Eyni sualdır. Özünüz işləyəcəksiniz. 16. Mərkəzi birinci rübdə yerləşən çevrə OX oxunu belə kəsir. Deməli, belə bir düzbucaqlı koordinat sistemidir. Mərkəzi deməli rübdə 2 0 nöqtəsində kəsir və 8 nöqtələrində kəsir. Aha. Və OY oxuna toxunur. Deməli, belə bir çevrədir şagirdlər. Belə bir çevrədir. Deyir ki, biraz belə çəkək. Baxın, deyir ki, buranı 2'də kəsir, buranı 8'də kəsir. Və OY oxuna da toxunur. Gördüyünüz kimi bu OY oxu, bu da OX oxudur. Çevrənin radiusunu soruşur. Çevrənin radiusunu diqqətlə baxın. Çevrənin radiusu. Bura çevrənin mərkəzi desək, biz bilirik ki, çevrənin mərkəzindən vətəri indirilmiş perpendikulyar vətəri yarıya bölür. 2 ilə 8 arasında bura AB vətəri olsa əgər, məsafə 6'dır. Yarıya bölürsə, bura qədər 3'dür, bura qədər də 3'dür. Diqqətlə baxın. Mən bunu bura paralel çəksəm, radius toxunana perpendikulyardır. Y oxu artıq toxunandır çevrəyə. Onda bu məsafə elə 2 üstəgəl 3'ə bərabərdir. Yəni çevrənin radiusu buradan eləyir 5. Cavab oldu 5. 17-ci suala baxıram. 17 maraqlı sualdır, amma diqqətlə izləyin, başa düşəsiniz. Radius olan çevrə hər iki koordinat oxuna toxunur. Deməli, düzbucaqlı koordinat sistemi çəkirəm. Hər iki koordinat oxuna toxunur. Formadadır. Diqqətlə baxın, böyüdürəm. Hər iki koordinat oxu. Bura X oxu, burada o Y oxu. Radiusu da R olan çevrədir. Deməli, çevrənin radiusu bura qədər. Radius toxunana perpendikulyardır. R'dir. Radius toxunana perpendikulyardır. Bu da R'dir. Bu çevrənin mərkəzi koordinatları, yəni ABC olur nə? R və R. Çünki hər ikisi R'dir.
buradan bu məsafəyə belə deyək, paraleldir. Y ox üzərindədir. Yəni AB yazmalıydım. A da R-dir, B də R-dir. Bu məsafə də R-dir. Fikir verin. Onda burada kvadrat yaranmış oldu. Bu da R-dir, bu da R-dir. Bu öz yerində. İndi mənə deyir ki, və 2-1 nöqtəsindən keçir. R-in mümkün qiymətlərini yazın. 2-1 nöqtəsindən də keçir. Biz çevrənin tənliyini bilirik. Çevrənin tənliyi necə yazılır? X minus a-nın kvadratı üstə gəl y minus b-nin kvadratı bərabərdir r kvadratına. İndi burada a r-dir, b də r-dir dedik bunu. Mərkəzi koordinatlar a, b-də axı. a, b, hər ikisi r-dir. İndi x çıx a, yəni deməli x da budur da, bu x y-dir. X çıx a, yəni 2 çıx r-in kvadratı üstə gəl y çıx b, 1 çıx yenə r-in kvadratı bərabərdir r kvadratına. İndi buradan 4 minus 4r plus r kvadratı plus 1 minus 2r plus r kvadratı bərabərdir r kvadratı. Bunlar gedər. Qalar r kvadratı 4r 2r mənfi 6r 4 isə gəl 1 də 5 bərabərdir 0-a. R-in mümkün qiymətlərinin cəmini V teoreminə görə köklər cəmi əks işarə ilə ikinci hədəm salına bərabərdir. Yəni 6-ya. Cavab oldu 6. Maraqlı sualdır. 18 ilə davam. ABC kvadratının diagonalları, deməli belə bir kvadrat var. A, B, C, D. Kvadratının diagonalları O nöqtəsində kəsişirlər. Diagonalları kesişdirək. O nöqtəsində kəsişir. Bura O'dur. Mənə deyir ki, burada tərəfi 1'dir. Burada 1'dir, burada 1'dir, burada 1'dir, burada. CO vur CD skalerasını soruşur. Yəni CO vur CD və bir də skalyar hasildə dedik ki, nə var? Skalyar hasil nə idi? Skalyar hasil onların mütləq qiymətləri CO, bir də CD və onların başlanğıcları arasında qalan, hər ikisinin başlanğıcı C-dir, onların başlanğıcları arasında qalan bucaq da bu bucaqdır. Bu bucaq da 45 dərəcədir. Yəni vurulsun, mən kosinus alfa yazmalıyam, yəni kosinus 45 yazmalıyam burada. İndi CO vektorunun uzunluğu diagonalın yarısıdır, görürsünüz. Diagonal kök 2'dir ümumi. AC diagonalı kök 2'dir. Onda diagonalın yarısıdır OC, kök 2'nin yarısıdır. Yəni kök 2 bölü 2'dir. Vur CD. CD de 1'dir, görürsünüz. Bir de cos 45 kök 2 bölü 2'dir. Kök 2 bölü 2'nin kök 2 bölü 2'ye vuranda alınar 4'də 2. Yəni 2'də 1. Cavabımız oldu 2'də 1. Belə. Sual 19. Deyir ki, A və B vektorları vahid vektorlardır və perpendikulyardır. A minus B deməli vektorun uzunluğunu soruşur. Yəni A minus 2B'nin uzunluğunu soruşur. Bu A minus 2B'nin uzunluğu yəni onun mütləq qiyməti deməkdir. Biz də bunu necə yazırdıq? Kök altında A kvadratı modulda A kvadrat da yaza bilərsiniz. Fərq eləməz. İndi mən bunu belə yazacağım. Dedi ki, vektorun kvadratı yoxdur. Vektorun uzunluğunun kvadratı var. Əslində bunu belə yazmalıyam. Üstə gəl. Sadəcə izah elədim ki, biləsiniz. Çıxılsın birinci ilə ikincinin hasilini 2 misli 4AB. Üzərinə gəl 4B kvadratı. İndi şagirdlər. A və B vektorlarda perpendikulyardır. Perpendikulyarsa onda A vur B vur kosinus alfa orada 0 verir. Deməli perpendikulyardırsa onların arasındakı bucaq nəyə bərabərdir? 0'a bərabərdir. Çünki kosinus 90'da 0 alır. A vur B var. Bir də vahid vektorlardır. Onda vahid vektor nədir? Uzunluğu, mütləq qiyməti 1'ə bərabər olan vektorlardır. Hər biri 1'dir bunun. İndi hər şey var, gətirib yerinə yazın. Deməli 1,
4AB. Yani bu 4 vur 0. Bir de 4B kvadratı 4 vur 1. Buradan dağındık kökte 5. Cevabımız oldu kökte 5. 20. sual. Vektorun skalyar asinin xassələri danışır. Gör neçənci sualdı yazırıq. A ile B vektoru arası deyib bucaq. A ile B vektoru arasındaki bucaq da 60 dərəcədir. A üstəgəl 2B vektorunun uzunluğunu soruşur. Dedi ki A üstəgəl 2B vektorunun uzunluğu yazılmalıdır bu şəkildə. A üstəgəl 2B'nin kvadratı kimi. Bunu da açanda belə açırıq mı? A kvadratı plus 4AB vurulsun bir də nə? Kosinus nə? Alfa. Çünki 4AB vektoru necə yazılır? 4 onların uzunluqları ve onlar arasındaki başlangıcları arasındaki bucağın kosinüs hasili. Bu vektorun skalyar hasilidir. Bunu göstermek için qeyd elədim. Bir de üstəgəl 4B kvadratı. Gətirib yerinə yazırsınız. A uzunluğu 4'dür. Uzunluğunun kvadratı 16'dır. 4B kvadratı 4 bu da 16'dır. Üzerine gel 4AB. 4AB. 4 vur. A vektoru mütləq qiymətlərdir bunlar. 4 vur 4 16 32 32 vur kosinüs 60 o da 2'də 1'dir. Eləyir burada kosinüs 60. Bu da 16 eləyir. 3'dən 16'nın da cəmi 48'dir. Kökdə 48'dir. O da nə eləyir? 4 kök 3. C variantı. 21-ci sualla davam edirəm. Şəklə əsasən kosinüs alfanı tapın. Kosinüs alfa bu bucaqdır şagirdlər. Baxın bu bucaqdır. Bu bucağı tapmaq üçün əvvəlcə AB vektorunu tapın. AB vektoru. AB vektoru çünki onların başlanğıcları arasında bucaq. Daha doğrusu heç onu soruşmur əslində. Elə kosinüs alfanı soruşur. Və yaxud da elə demək də olar. AB vektoru nəyə bərabərdir buradan? AB vektorunun komponenti sondan başlanğıcı çıxırıq. 1 çıx 0 1 4 çıx 1 3. Bir dənə də AD-ni tapın. Sondan başlanğıcı çıxın. 4 çıx 0 4 1 çıx 1 0. İndi bu iki vektor arasında bucaq da kosinüs alfa bərabərdir. Nə etməliyəm? Qaydaya görə AB vur AD, bir də onların mütləq qiymətləri modul AB vur modul AD yazmalıyam. AB vektorunu 4'ü 1'e vurdum 4, 3'ü 0'a vurdum 0. Mütləq qiymətləri 9 bu kök 10'dur. Bundan da 4 çıxır. Bu 4 ilə bu 4 getdi. Qaldı 1 böl kök 10. Yəni C. 22. Hə. İndi bax diqqətlə baxın. Diqqətlə nəyə fikir verməlisiniz burada? Hələ gəlin əvvəlcə bunu sadələşdirim mən. Açıram A kvadratı, üstəgəl 2AB, üstəgəl B kvadratı, üstəgəl A kvadratı, minus 2AB, üstəgəl B kvadratı. Bunlar getdi, qaldı 2A kvadratı, üstəgəl 2B kvadratı. İndi gördünüz, bayaq dediyimiz yenə də tərifə gəlib çatdıq. Dedik ki, vektorun kvadratı adlı anlayış yoxdur. Vektorun uzunluğunun kvadratı var. İndi mən burada A kvadratını tapmaq üçün mən əvvəlcə modul A-nı tapmalıyam. Modul A nədir? 2 vurulsun. Modul A bunların kök altında kvadratlar cəmidir. Bunun kvadrat, mənaf 1'in kvadratı 1, 3'ün kvadratı 9, 2'in kvadratı 4. Elədi bu kök 14. Onun da kvadratı 14. Üzərinə gəl 2B kvadratı. Yəni modul B-ni tapım əvvəlcə. Eləyir 4, 16, bu da 9. Bu da elədi 29. 29'un kök 29'un kvadratı 29'dur. Bu da 2 vur 29 alındı burada. Yəni 28 üstəgəl 58 aldıq. Cevabımız deyir 86 D variantı. Diqqətli olun. 23-cü sualla davam edirəm. Görün nə qədər skalyar asinin xassəsinə aid sual var. Bunları dərindən öyrənin. 23 verilib belə A vur B-ni soruşur. İndi şagirdlər belə deyək də, bu A üstəgəl B-nin kvadratını açanda açırdıq belə A kvadratı
A kvadratı üstəgəl 2AB üstəgəl B kvadrat kimi. Lakin mütləq qiymətini tapanda A üstəgəl B'nin kvadratı belə yazsaq əgər ixtisar gedər, düşər bu modula. Yəni niyə mütləq qiymətini kvadrata yüksəltmək istəyirəm? Yəni onu demək istəyirəm ki, bu A üstəgəl B vektorları var, bərabərdir 1 ilə 2 verilib, görürsüz. Mən bunu kvadrata yüksəldə bilmirəm. Çünki bu vektordur, amma onun uzunluğunu kvadrata yüksəldə bilərəm. Bunun uzunluğu da modulda A üstəgəl B-dir. İndi bunu nə edə bilərəm? Kvadrata yüksəldə bilərəm. Bunun uzunluğu neçədir? Bunun uzunluğu A üstəgəl B'nin uzunluğu da kök altında 1'in kvadratı üstəgəl 2'in kvadratıdır. Kök 5'dir. Mən bu mütləq qiymətini indi kvadrata yüksəldə bilərəm. Kök 5 bərabərdir. Bu A üstəgəl B də dedi ki, modulda A üstəgəl B olmaq üçün kökün altında bu formada yazılmalı. Bu formada yazılanda fikir verin, ixtisar gedir, köklə kvadrat. Olur modulda A üstəgəl B. Dəyişən bir şey yoxdur. Lakin mütləq qiymətini yüksəldə bilərsiniz. Mütləq qiymətini. İndi burada şagirdlər. İndi bunun mütləq qiymətini kvadrata yüksəldirəm. Diqqətlə baxın. Mütləq qiymətini ona görə kvadrata yüksəldirəm ki, indi deyəcəm niyə. Baxın. Bunu kvadrata yüksəldirəm. Bu da A üstəgəl B də köklə kvadrat ixtisar gedib zaten modulu düşəcəkdir. İndi bunu açıram yuxarıdan. Bərabərdir. Necə açılır? Modul A kvadratı üstəgəl modul B kvadratı bir də üstəgəl nə? 2AB. 2AB. Bu modulda da yaza bilərəm AB-ni. Burada yazmıram. Fərq eləmir. Zaten bizdən A vur B-ni soruşur da. Bərabərdir. Kök 5'in kvadratı 5'e. A-nın kvadratı üstəgəl B-nin kvadratı yerinə 3 veriblər bizə. Bize 3 veriblər. Mən burada niyə kvadrata yüksəltdim bunu görəsən? Bunu kvadrata yüksəltmirik. Zaten biz onun mütləq qiymətini kök 5 tapmışıq da. Kök 5 tapmışıq. Bundan işim yoxdur. O qalır. Zaten buradan mütləq qiymətini kökdə kvadratlar cəmi yazıb kök 5 yazmışıq da. Ondan işim yoxdur. Bura qaranlıq qaldısa buradan tezdən davam edeyim. Baxın. Misala İlk öncə giriş edirəm. Bu müxtəsər vurma düsturudur. Bu aydın məsələdir. Biz A üstəgəl B-nin kvadratını tapmalıyıq. Bizə dedi ki, vektorun kvadratı olmur. Vektorun uzunluğunun kvadratı olur. Ona görə də mən bunun mütləq qiymətini tapdım. Mütləq qiyməti alındı kökdə 5. Bu mütləq qiymətdir. Cavab da kökdə 5. Onda bu mütləq qiymət A üstəgəl B nəyə bərabərdir? Kök altında A üstəgəl B-nin kvadratına. Və salam. Mən bunu açıram. Kök 5 bərabərdir yazıb bunu açıram sadəcə. Açdım belə. A kvadratı, B kvadratı plus 2AB. Bu modulda da yaza bilərsiniz. 2AB-ni də. Fərq eləməz. Elə 2AB də yaza bilərsiniz. Zaten AB-ni soruşur. Ona görə modul yazmıram. İndi bunu kvadrata, daha doğrusu yerinə qoyuram. Kök 5 bərabərdir. A kvadrat üstəgəl B kvadratının yerinə 3 veriblər bizə. 3 üstəgəl 2AB. İndi hər tərəfini kvadrata yüksəldirəm. Kvadrata yüksəldəndə alınır buradan 5 bərabərdir 3 plus 2AB. Bunda AB də bərabərdir 1'e. Cavab oldu burada 1. Diqqətli olun. Belə tipli suallar var. 24-cü sual. Bunu işləyirəm 24-ü də. Baxın, yenə də eyni sualdır. A üstəgəl B verilibdir belə. Biz də dedik ki, burada da A kvadrat plus B kvadratı var, görürsünüz də, kvadrata yüksəldiblər. Biz də deyirik ki, bu vektoru kvadrata yüksəltmək olmaz. Vektorun mütləq qiymətini kvadrata yüksəldə bilərsiniz. Yəni vektorun uzunluğunu. Vektorun uzunluğu burada kökdə kvadratlar cəmidir. 25, 16 kökdə 41 eləyir. Onda və bu da hardan gəlir? Kök altında A üstəgəl B-nin mötərizə xaric kvadratından gəlir. Modulda A üstəgəl B kökdə 41 idi. Bu bərabərdir. Müxtəsər vurma düsturunu açıram. Modul A kvadratı. Üstəgəl modul B kvadratı. Bir də üstəgəl yenə 2AB. Kök 41 bərabərdir. A kvadrat üstəgəl B kvadratın yenə 19 veriblər. Bir də 2AB var. Kvadrata yüksəltdim. 41 bərabərdir. Köklər getdi.
19 üstəgəl 2AB. Buradan da 2AB bərabərdir 32. Olmadı 22. AB də bərabərdir 11'e. Cevap oldu 11. Belə. 25-ci sual. A açıq B verilib. A üstəgəl, daha doğrusu A vur B 7, A üstəgəl B'nin soruşur. İndi burada veribdir ki, modulda A açıq B bərabərdir 6 və AB bərabərdir 7 olarsa, deyir ki, modulda A üstəgəl B'ni soruşur. İndi şagirdlər, diqqətlə baxın. Ümumiyyətlə, bu modulda A üstəgəl B'ni mən necə yazırdım bayaqdan? Kök altında yazırdım ki, A kvadratı, daha doğrusu belə də A üstəgəl B'nin kvadratı. Bunu da açırdım. Alınmalıydı nə açanda? A kvadratı, üstəgəl B kvadratı, üstəgəl 2AB. Belə də yaza bilərəm modulda. 2AB. İndi məndə A kvadratı üstəgəl B kvadratı yoxdur, görürsünüz. Onu da verilən şərtdən istifadə edib tapacağım. Bu A minus B var ha, modulda A minus B bərabərdir 6. İndi bunu neynirəm? Yazıram kök altında A minus B'nin kvadratı. Bunu da açıram belə. Olur nə? A kvadratı plus B kvadratı minus 2AB bərabərdir 6'ya. Buradan yerinə yazıram. Kvadrata yüksəldirəm hər tərəfini və ya alınırmı A kvadratı üstəgəl B kvadratı minus 2AB-də, AB-də 7'dir. 2 və 7 14, 6'ın kvadratı da 36. Buradan alındı A kvadratı üstəgəl B kvadratı bərabərdir 50'yə. İndi bunu tapdınızsa gətirib yerinə qoyun burada 50. 50 üstəgəl 2 dəfə də 7 14. 64 cavab çıxar 8. Yəni B variantı. Əsas məqsəd A kvadrat plus B kvadratını oradan tapmaq idi. 26 eyni sualdır. Artıq sizin də o 27-ci sual. 27-ci sual belədir. Deməli, A üstəgəl B verilib, açıq B verilib. Və deyir ki, bunu tapın. Belə yazın da. Düstura görə modulda A üstəgəl B nə deməkdir? A üstəgəl B'nin kvadratı deməkdir. Bərabər kök 11. A minus B nə deməkdir? A minus B'nin kvadratı deməkdir. O da kökdə 3 verilib bizə. İndi A vur B'ni də soruşacaq. İndi bunu açsaz, olur mu kök altında A kvadratı plus 2AB plus B kvadratı bərabər kök 11. Bunu açsaz A kvadratı minus 2AB plus B kvadratı bərabər kök 3. Təbii ki modullardır burada. Modullardır. Hər biri moduldur. Sadəcə yazmadım bunu. Kvadrata yüksəldim və tərəf-tərəfə çıxın. Alınır mı? 4AB. A kvadratlar B kvadratlar getdi, qaldı 8. 11 çıx 3 qalır da. Kvadrata yüksəldəndə 11-dən 3 alınır. Buradan da AB alındı 2. Cavabımız oldu burada 2. 27-ci sualdır. 28 eyni deyil. 28'e baxıram. Deməli A vektoru verilib, B vektoru verilib. A minus B 15'də A plus B soruşulur. A plus B soruşulur. İndi burada şagirdlər belə eləyə bilərsiniz. Baxın. Bu modulda A plus B'ni soruşmur. Modulda A plus B'ni biz daha bayaqdan yazırıq. Nə deməkdir? Kök altında əslində A üstəgəl B'nin kvadratı deməkdir. Açanda nə olur? Modul A'nın kvadratı üstəgəl modul B'nin kvadratı. Bir də 2AB'si. İndi AB yoxdur. AB'ni də hardan tapacağım? Bunu yerinə qoyub tapa bilirəm əslində. 12'nin kvadratı 144, 25 edir 169. Çıxılsın 2AB yoxdur. Onu da buradan tapıram da. A minus B'dən A minus B bərabər necə açılır? A kvadratı minus 2AB ya da belə eləyək də. Plus B kvadratı minus 2AB bərabərdir 15 verilib. Yerinə yazsam A kvadratı 169'dur bu. A kvadrat plus B kvadratı minus 2AB bərabərdir 15. Kvadrata yüksəltsəm 169 minus 2AB bərabər 225. Buradan da deməli
Mənfi 2AB bərabərdir. 15'den 6 çıxanda, 15'den 9 çıxanda 6, 11'den 6 çıxanda 56. AB də bərabərdir buradan. Daha doğrusu elə bizə 2AB lazımdır. 2AB də bərabərdir mənfi 56'ya. Gətirib yerinə bura 56 yazsam 169 üstəgəl 2AB üstəgəl artıq mənfidir o. Mənfi 56 çıx 56 qalır. Bu da eləyir kök altda 113. Cavabım oldu 113. Yoxsa 103? Yox 113 eləyir D variantı. Bu da belə. 29-cu sualdayım. 29. A vektoru B vektoruna bərabərdir və perpendikulyardır. Perpendikulyarsa A vur B bərabər 0'dır. A 3A minus B ilə A minus 3B vektorları arasında bucağı soruşur. Onda deyək ki bu M vektorudur, bu N vektorudur. Onlar arasında bucaq necə tapılırdı? M vur N, bir də onların uzunluqları hasili. Skalyar hasil bölünsün onların uzunluqlarının hasili. İndi buradan bərabərdir. M-i N-ə vururam. M 3A minus B'dir. 3A minus B'ni vururam N'ə. A minus 3B'ye. Aşağıda da kökdə kvadratlar cəmidir. Yəni 3A minus B'nin kvadratı vurulsun. Bir də A minus 3B'nin kvadratı. Və bu da bərabərdir. Bu da bərabərdir. Bunu vurub açsaz, eləyəcək 3A kvadratı 9AB minus AB 10AB 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 və 10AB'nin yanına da bir dənə kosinus alfa əlavə edirəm. Kosinus alfa əlavə edirəm. İndi A vur biz yazmışıq da zaten A vur B 0'a bərabərdir. Heç ehtiyac yoxdur, yazmasaq da olar. Kosinus 90 zaten 0'dır o. Üzərinə gəl 3B kvadratı. Bir də aşağıda yazmalıyam 9A kvadratı minus 6AB plus B kvadratı vurulsun. Yenə A kvadratı minus 6AB plus 9B kvadratı. İndi A B'ye bərabərdir. A B'ye bərabərdirsə harda A var yerinə B yazın. Bunlar getdi. A'nın yerinə B yazın, B'nin yerinə A yazın, fərq eləməz. B'nin yerinə A yazıram. 3A kvadratın da 3A kvadratı, 6A kvadratı yuxarıda. Aşağıda da deməli bu getdi 0'a, bu da getdi 0'a. A'nın yerinə B yazdı, B'nin yerinə A yazdıq. Kökdə 10A kvadratı vurulsun yenə B'nin yerinə A yazdım. Kökdə 10A kvadratı. Bunu da buna vuranda 6A kvadratında 10A kvadratı alınır. İxtisar gedir, qalır 0,6. Yəni B variantı. 29-cu sual idi. 30-cu sual. Vahid vektorları arasında bucaq. Vahid vektor nədir? Hər birinin mütləq qiyməti 1'ə bərabər olan vektorlardır və onlar arasındakı bucaq da neçə dərəcədir? 60 dərəcə. Olarsa A və A plus B vektorları arasındakı bucağı soruşur. İndi burada deməli A vektoru ilə A vektoruna bir M desəz, bir də A üstəgəl B vektoru var. Buna da bir N deyin. Bu ikisinin arasındakı bucağı istəyir sizdən. Yəni kosinus alfa bərabərdir. Dedik ki M vur N ilə modulu M vur modul N ilə tapasıyıq biz bunu. İndi M'i vururam N'ə. Yəni A'nı vururam A üstəgəl B'yə. Və M vektoru modulda, daha doğrusu kök altında A kvadratı, uzunluğu A'dır. Vurulsun, daha doğrusu vektor A'dır, uzunluğu A kvadratı. Bir də kök altında N vektorunun uzunluğu. O da A üstəgəl B'dir. Eləyir kök altında A üstəgəl B'nin nəyi kvadratı. Buradan vurub açıram. Alınır A kvadratı üstəgəl AB.
AB vektorları arasındaki bucağı da bize verip 60 derece. Ona göre de A vur B'nin yerine A vur B kosinüs alfa yazsam, kosinüs 60 əlavə edirəm. A kvadratı bir de bunun kvadratı. Burada da A vahid vektordur. 1'in kvadratı 1 eləyər. Bunun yerine 1 yazdım getdi. Qaldı bunu açmaq. Bu da A kvadratı. Üstə gəl 2AB'dir. Bir də vur kosinüs alfa əlavə edirəm. Bildiniz onu hardan? A vur B vektorunun skalyar hasili, onların mütləq qiymətləri və onların başlanğıcları arasında bucağın kosinüs hasilinə bərabərdir. Buradan kosinüs alfa əlavə edirəm əslində. Və üstə gəl bir də B kvadratı. Bu da bərabərdir. A 1'dir. Yuxarıda 1. 1 vur 1. Elədi 1. Kosinüs 60'da 2 də 1'dir. Aşağıda da A kvadratı. Üstə gəl B kvadratı. Elədi 2. Üstə gəl 2 vur. Kosinüs 60 2 də 1. Alındı burada 3. Burada da 1 tam 2 də 1. Yəni 2 də 3. Bu da elədi 2'də 1. Kosinüs 2'də 1 də harda alır? 60 derecede. Deməli onlar arasındaki bucaq da 60 dereceymiş. Daha doğrusu burada fikir verin. Kök 3 yazmalıyam da. Bu kökün altında 3 qalır axı. Ama bu kök 3'dür bu. 2 üstə gəl bir kök 3. Burada da yazsam kök 3 vur 2 yuxarıda da 3. İxtisar eləsəm 3 ilə kök 3'ü qalar kök 3 bölü 2. Deməli kos kök 3 bölü 2'ni də 30 derecede alır. 30 derece. Cavab oldu 30. Dəqiq. Düzgün cavabımız 30'dur. Növbəti 31'ə baxıram. Deməli 31. Düz xətləri koordinat başlanğıcında kəsişərsə, deməli düz xətlər koordinat başlanğıcında kəsişərsə nə deməkdir? Ümumiyyətlə düz xətlər kəsişirsə, dedik ki K1 K2'dən fərqli olmalı. Paraleldirsə bir-birinə bərabər ola bilər. Perpendikulyarsa K1 vur K2 mənfi 1'dir. Üst-üstə düşəndə də hər biri bərabərdir. Bu kəsişən xassəsidir. Koordinat başlanğıcında da yerləşəndə, məsələn belə bir düz xətt çəksək, dedik ki bura bunun B-sidir. Amma koordinat başlanğıcında yerləşmək üçün B artıq olmalıdır 0. Deməli düz xəttinizin biri belədir, biri də belədir deyək. Yəni B1 də 0'dır, B2 də 0'dır. Koordinat başlanğıcında yerləşir. Belə bir cavab axtarırsınız. K1 fərqlidir. K1 K2'ye bərabər deyil variantında var. 30. Baxıram ikinci suala. Sual 32. Deyir ki, mərkəzi belə olan və koordinat başlanğıcından keçən. Deməli bir dənə şəkli quraq əvvəlcə. Deməli şəkli qursaq, mərkəzi 1-2 nöqtəsində olan və koordinat başlanğıcından da keçən. Koordinat başlanğıcından keçirməliyik. Koordinat başlanğıcından keçən belə bir şey koordinat başlanğıcından da keçib və mərkəzi 1-2 nöqtəsində olan. Deməli bura koordinat başlanğıcıdır. Mərkəzi 1-2. Yazadaq. Bu x oxu, bu y oxu. Mərkəzdə bura olsun. 1-2 nöqtəsindən keçir. Deməli buradan bura qədər deyək ki 1'dir. Bura qədər də 2'dir. Burada 2'dir. 1-2 nöqtəsindən keçib və koordinat başlanğıcına keçən çevrənin hüdudlandırdığı dairənin sahəsini tap. Dairənin sahəsi də S bərabərdir. Pi kvadratıdır. Və salam da hər şey var şagirdlər. Bir dənə buradan bura radius çəkə bilərsiniz. Bu çevrənin radiusudur. Bu radiusu necə tapa bilərik? Radiusu tapmaq üçün çox sadə. Bura 1-2'dir. Burada 0-0'dır. Ya
iki nöqtə arasında məsafə ilə işləyin, ya da belə buradan da görə bilirsiniz də. Bu məsafə verilib 2, bu məsafə verilib 1. R-də hipotenuzdur. Hipotenuz da R nəyə bərabərdir? R kvadrat bərabər kök altında onların hasili. Yəni 2-nin kvadratı çəkər 1-in kvadratı 5. Gətirib yerinə yazsam alınar nə? 5 pi. Cavabım oldu 5 pi. 33-cü suala baxıram. Düzbucaqlısında AD DB-yə bərabərdir. Bu şəkil üzərindən izah edeyim. AD DB-yə bərabərdir. Yəni bu məsafəyə bərabərdir. Bura A-dırsa, burada A-dır. B nöqtəsinin koordinatları verilib. B nöqtəsinin koordinatları verilibsə, lap gözəl, heç buna ehtiyac yoxdur. Da D nöqtəsini tapa bilirəm də. 8-in yarısı 4, Y dəyişməz. Bura 3-dür. Yəni B nöqtəsinin koordinatları 8 və 3-dürsə, deməli bura 3-dür onda, burada 8-dir də onda. Çünki məsafəyə bərabərdir axı. İndi burada koordinat başlanğıcıdır, 0, 0-dır deyək. Mən OD-ni tapa bilirəm artıq. OD nəyə bərabərdir? Sondan başlanğıcı çıxın. 4 çıx 0, 4. 3 çıx 0, 3. Bu aydın məsələdir. İndi mənə AC-ni tapmaq tələb olunur. AC-ni də tapmaq asandır. Bunun koordinatı 8, 0-dır. Bunun koordinatı 0, 3-dür. AC-ni də buradan tapsaz 8 çıx 0, 8, 0 çıx 3, mənfi 3. İndi OD çıx AC-ni tapın. OD-dən AC-ni çıxanda 4 çıx 8, mənfi 4. 3 çıx 3 də deməli 6. Cavab oldu mənfi 4, 6. Y variantı. 34-cü sual. Sual 34. Funksiyasının qrafikinə əsasən ABCD kvadratının sahəsini tapın. Sahəsini tapın. Deməli, şagirdlər, bunu necə yazaq? Söhbət burada kvadratdan gedirsə əgər, kvadratdan gedirsə, x kvadratı minus 8. Düşünək biraz. Deməli, x kvadrat çıx 8 verilibdirsə, kvadrat. Kvadratdırsa əgər, bura desəm 1A, burada A-ya bərabərdir onda. Onda kvadratın tərəfi olur nə? 2A. Kvadratın tərəfi 2A-dır. 2A-dırsa, onda 2A-dırsa ya A, bu A ilə D nöqtələri bu qrafikin üzərindədirlər. Qrafikin üzərindədirsə, belə demiş deyək də, 2 kəsişən funksiya deyək. Üzərindədirsə, onda uyğun koordinatlarını aparıb bu funksiyada yerinə yaza bilərəm. Ya A-nın koordinatlarını tapıram, ya D-nin koordinatlarını tapıram, gətirib yerinə qoyuram, fərq eləməz. Aydın məsələdir ki, bunun koordinatları x, y, mənfi A ilə, müsbət A ilə mənfi 2A-dır. Çünki məsafə 2A-dırsa, deməli koordinat burada mənfi 2A-dır da o zaman. Bura mənfi 2A-dır. Gətirib yerinə yazıram. Mənfi 2A bərabərdir. Deməli, A kvadratı minus 8. Bu da neçə eləyir? Daha doğrusu, düz yazdıq, elə deyilmi? İndi buradan A kvadratı bu tərəfə keçirim 2A çıx 8 bərabər 0. V teoreminə görə bunun köklərindən biri mənfi 4, digər kökü də müsbət 2-dir. Düz yazdım mı? Bir dənə baxım. Mənfi 4, müsbət 2. Bəli, düzdür. İndi hansını yerinə qoymalıyam? Mən məsələn mənfi 4-ü yerinə qoysam, bura eləyər 8. Bura eləyər 8. Mənfi 4 qoysam, bura eləyər 8. Burada o x oxundan aşağıdadır. Mənfi 8 olmalı deyək. Və yaxud da digər tərəfdən bu funksiyanın təpə nöqtəsinə bir dənə fikir verin. Fx bərabərdir. X kvadrat çıx 8-in təpə nöqtəsinə baxın. Bunun təpə nöqtəsi m-i mənfi b bölü 2a-dır. Yəni b-si 0-dır. 0 bölü 2a. 2 bərabər elədir 0-a. İndi n-ni tapsam, yerinə qoysam 0 çıx 8 mənfi 8-dir. Yəni bu təpə nöqtəsinin koordinatları olmalıdır nə? 0 və mənfi 8 olmalıdır. 0 və mənfi 8.
Bu sıfırdır, doğrudur. -8 də gəlib düşməlidir bura. Mən yerinə -4 yazsam, bura müsbət 8 görürsünüzmü? -8 deyil və yaxud da lap -8 olmuş olsa belə, müsbət 4 olsaydı da belə, bu kvadrat gəlib buradan keçməli idi. Yəni belə olmaz axı. Bu da doğru deyil. Ona görə 2 cavabı ödəyir. 2-ni aparıb yerinə yazsam, 2 kvadratın tərəfi elədi 4. Deməli bura 2 yazsam, artıq bura -4-dür deyə bilərəm. Başa düşdünüz də, yəni nə demək istəyirəm? -4 bura olsa, buradan bura qədər də -8 ola bilər deyək. Amma bura müsbət 8 idi. Bura müsbət 8 deyil axı, bura mənfidir. O x oxundan aşağıdadır. Yəni yerdə -4 yazanda şərt ödənmir. Ona görə A-nın 2 qiymətini gətirib yerinə yazırıq. Yəqin aydındır. Kvadratın tərəfi oldu 4, onda sahəsi də olar 16. 35-ci sual, sonuncu sualdır, baxaq. Koordinat sistemində o A, B, C və C, D, E, F düzbucaqları bir-birinə bərabərdir. Deməli, bizə deyir ki, O, A, B, C bərabərdir C, D, E, F-ə. Bunlar bir-birinə bərabərdir. Bərabərdirsə, yəni en uzunluqları bir-birinə bərabər deməkdir. Sahələri bir-birinə bərabər olmaq üçün. B nöqtəsi 12, 5-dir. 12, 5-dirsə, şagirdlər, buradan bura qədər 5-dir deməli. Onda bu A nöqtəsinin koordinatı 5-dir. C nöqtəsinin koordinatı da 12-dir. İndi məndən nə soruşur? Y nöqtəsinin koordinatını soruşur. Y-ni tapmaq üçün bir dənə F-i tapsaq, bəs eləyir də, çünki buradan bura qədər məsafə, bura taparıq. İndi neyniyək? Diqqətdən baxaq, görək bizə başqa nə verilib? Bir-birinə deyib bərabərdir. Şagirdlər, indi bir dənə bura diqqət. Bunlar bir-birinə bərabərdir deyir də. Yəni, yuxarıdakı bu S1 düzbucaqlısı, bu da S1 deməyək də, sahə ilə qarışdıraraq. Buna bir M düzbucaqlısı deyək, buna da bir N düzbucaqlısı deyək. Deyir ki, bu M N-ə bərabərdir. Bərabərdirsə, onda bu NAO var ha. OA deyək. OA düzbucağının M düzbucağının N-idir də. 5-ə bərabərdirsə, bu FC-də həmin düzbucaqlının N-idir bir-birinə bərabər olmalıdır. Yəni 5 olmalıdır. Yəni bu məsafə, bu qırmızı ilə göstərdiyim məsafə olmalıdır 5. Onda bu ümumi 12 idisə, bura qədər 5-dirsə, bura qədər 5-dirsə, onda bu F olmalıdır 7. Yəni bura qədər olmalıdır 7. Bura qədər 7-dirsə, bunu soruşmur Y nöqtəsinin. Buna bura paralel çəksəm, onda Y nöqtəsinin X elədi 7. Y-ni də tapa bilirəm də. Bu CD-də AC-yə bərabərdir. Yəni AB-yə bərabər. Düzbucağının uzunluğu da axı. Bu da 12-dir. Onda belə çıxır ki, bura 12-dirsə, onda bura -12-dir. Yəni 7 ilə -12 cavabını ala bilirik. Cavabım oldu C variantı. Belə şagirdlər, bütün sualların izahlarını verdim. Qalmadı ki, bir dənə baxım. Qalmadı. Hər birinizi uğurlar. Sağ olun.